Bura Mingəçevir şəhəridir. Cəlməmməd Quruzadə və Hacı Rəbni Tağıyev. Mingəçevir kanalının, Vada kanalının cəmaatı gəlib baba burada şəhid bulağın suyunu kəsirlər. Deyin o. Şəhid bulağın suyunu kəsirlər, ay millət. Gör bunlar nə gündədir ki, bu Vada kanalının müdürü Mingəçevirə qənim kəsilibdir. Mingəçevirdə şəhid bulaqlarını kəsirlər, qardaş suyunu. Deyin o, utanmırlar, gəlirlər, kəsirlər, gedirlər. Nə tanır, tanrısı, nə qeydiyyat, qeydiyyatda da oluyor, nə təryada ki, bu boyda şəhidin elə belə kəsilibdir bu. Qardaş, qeydiyyatı yoxdur da, qardaş, qeydiyyatı olmalıdır, rəhmətin qeydiyyatı olmalıdır. Nəyin qeydiyyatı olmalıdır? Ki, bunu hökumət kimi, bunu icra hakimiyyəti kimi bunu. İcra hakimiyyətindən icazə alınmalıdır, qeydiyyatı olmalıdır. Qeydiyyatı olmadığı üçün... Bunu İlham İsmailov tikdirib burada, kişi oğlu. Bu nətər İlham İsmailov gətirib burada öz başına şey tikibdir. O tikdirib bunu, mən dədəm avcıları tikməyibdir bunu. Ondan ötürü Mingəçevir Su Kanalı İdarəsinə yaxınlaşır. Ya nə yaxınlaşır? Mingəçevir Su İdarəsinin müdürü buranı qənim kəsilibdir. Mənim məlumat lazımdır öyle. Baxın ay millət, Azərbaycan milləti. Boğulanlar var ya, boğulanlar. Azərbaycanın ayaqda durmağından ötürü canını veribdir. İndi gəliblər şəhidin bulağını kəsirlər. Bu bulağı da titrib İlham İsmailov, Mingəçevirin icra başçısı, sağ olsun. Gəldi, titirdi cəmaat üçün. İndi Vada kanalın müdürü də gəlib buranın hamısını kəsir. Vada kanalın müdürü kimsə bilmirəm, heç bilməkdə fikrim yoxdur. Şəhid bulaqlarına qənim kəsilib, ay millət, Azərbaycan milləti. Baxın, durun ayağa. Şəhidlərə verilən qiymət budur. Mingəçevir şəhəri Kirov küçəsi, bu da Cəlməmməd Quruzadə. Gəlib deyə kəsirlər, utanmırlar. Deyirlər qeydiyyat alınmalı. Nəyə qeydiyyat alınmalıdır? Baxın, Azərbaycan milləti. Gəlirlər, şəhid bulağını kəsirlər suyunu. Bədbax millət. Cəmaat gedir, bala böyüdür. Gedir, şəhid olur, can verir. Bir dənə bulaq tikirlər, dövlət özü tikir. Bunu heç kim tikmir. İlham İsmailov tikir, Mingəçevirin başçısı, sağ olsun. İndi Vada kanalın müdürü gəlir, buranın suyunu kəsir. Baxın, baxın, bədbax millət, Azərbaycan milləti. Gör nə gündər ki, şəhidə verdiyimiz qiymət bax budur. Mingəçevirdə şəhid bulağının hamısını kəsirlər, part-apart. Mingəçevirin Vada kanalının müdürü qənim kəsilir şəhid bulaqlarına. Gəlir, bulaq kəsirlər. Bunlar utanmırlar, qızarmırlar. Danışanda qeyrətdən danışırlar, vətənpərvərlikdən danışırlar. Azərbaycanda Mingəçevir şəhərində gəlib bulağı kəsirlər. Budur. Budur. Şəhid Zakirovun bulağını gəldilər, kəsdilər. Deyir, Vada kanalı müdürü əmr verib ki, gedin, Mingəçevirdə nə qədər bulaq var, hamısını kəsin. Budur, budur. Mingəçevirin icra başçısı İlham İsmailov cənabları tikdi, Allah ondan razı olsun. İndi Vada kanalı müdürü İlham İsmailov cənablarının adına ləkə gətirməkdən ötəri şəhid bulaqlarının hamısını bir-bir kəsir. Budur, Mingəçevir şəhərində ancaq qənim kəsilir Vada kanalının müdürü.